Xəbər axşamını izləyirsiniz. Bugün daha 18 ailə doğma torpağına, yeni evlərinə qayıtdı. Növbəti köç karvanı Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə çatdı. 68 nəfərə mənzillərinin açarları təqdim olundu. Bugün Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti qayıdış baş tutub. Xocavənd şəhəri 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsi 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndi isə 6 ailə olmaqla 20 nəfərə qucaq açıb. Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Sevincimin həddi hüdudu yoxdur. Əlim ayağım əsir, özümdən asılı deyil. İnşallah 51 yaşındayam. Bugündən də sonra öz vətənimdə yaşamağa qərar vermişəm. Öz övladlarımla 3 oğlum var. Allah qoysa onların üçü də özüm də burada Xocavənd rayonunda məskunlaşıb burada yaşayacağıq. Cənab Prezidentimizə başda olmaqla öz təşəkkürümüzü bildiririk. Şəhidlər Allah onlara rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Qeyd edək ki, köçürülən sakinlərin məskunlaşması üçün hər bir şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.